Salam, hər vaxtınız xeyir, dəyərli müəllimlər və müəllimliyə hazırlaşan namizədlər. Mən Edukompani Təhsil Şirkətinin fizika fənni üzrə təlimçisi Pərviz Əbilov. Bugünkü videoda sizə 18 yanvar 2026-cı il tarixində keçirilən sertifikasiya sınağının suallarını izah edəcəm. Çox vaxt itirmədən 11-ci sualdan başlayaq. Dalğanın yayıldığı mühitdə zərrəciklərin yer dəyişməsinin məsafədən asılılıq qrafiki verilmişdir. Mühitin M və N nöqtələrinin rəqsləri arasındakı fazalar fərqi nəyə bərabərdir? Dəyərli müəllimlər, fazalar fərqinin formulu fi bərabərdir 2 pi delta x bölünsün lambdadır. Düsturdan görünür ki, bizim bu fazalar fərqini tapmaq üçün delta x-ə, yəni M və N nöqtələri arasındakı məsafəyə ehtiyacımız var. Baxaq görək ki, M və N nöqtələri arasındakı məsafə nədir? Məlumdur, bilirsiniz ki, məsələn, buradan bura qədər mən məsafəni götürsəm, bu artıq bir dalğaya bərabərdir. Yəni, bir dalğa uzunluğuna bərabərdir. Bu qalan hissə isə, yəni buradan bura qədər olan hissə isə bir dalğanın 1/4-ə bərabər olan məsafədir. Yəni 0,25 lambdadır. Bu ümumi məsafə isə lambda ilə 0,25 lambdanın cəminə bərabərdir. Yəni 1,25 lambdaya bərabərdir. İndi biz bunu formulda nəzərə alsaq, yazmalıyıq ki, 2pi vurulsun 1,25 lambda bölünsün lambda. Lambdalar ixtisar getsə, qalacaq cavabımız bizim 2,5 pi. Cavab olur onda nə? Y variantı. 12-ci sual. 12-ci sual. Su motoru 6200 joule enerji sərf etməklə dərinliyi 6 metr olan quyunun dibindən kütləsi 20 kiloqram olan suyu boru vasitəsilə çıxarır və 2 metr bölünsün saniyə sürətlə neynir? Çölə tökür. Motorun faydalı iş əmsalını faizlərlə hesablayın. Dəyərli müəllimlər, bu çox maraqlı faydalı iş əmsalına aid olan bir məsələdir. Deməli, burada bu 6200 joule ümumi sərf olunan enerjidir. Amma bu enerjinin bizə faydalı olan hissəsi suyu h qədər hündürlüyə qaldırmaq üçün lazım olan enerji, bərabər şəkildə qaldırmaq üçün lazım olan enerji, yəni mgh və onu v sürəti ilə çölə tökmək üçün olan enerji mv kvadrat bölünsün 2-dir. Yəni bu ikisinin cəmi mənim üçün faydalı hissə hesab olunur. Onda mən etanı belə yaza bilərəm. Eta bərabərdir mgh üstə gəlilsin mv kvadrat bölünsün 2. Burada yazıram, məxrəcə də yazıram y, yəni ümumi motorun sərf etdiyi enerji. Bunu da vururam 100%. Və bunu da siz hesablayandan sonra cavabın 20% olduğunu tapacaqsınız. Cavab olacaq B variantı. 13. Sağ tərəfə yayılan eninə dalğada zərrəciklərin müəyyən anda vəziyyəti göstərilmişdir. Həmin anda A, B və C zərrəciklərinin hərəkət istiqamətini müəyyən edin. Bunu sürüşdürmə üsulu ilə də yazmaq olur və bir çox kitablarda belə göstərilir. Amma mən sizə fərqli olan bir üsul göstərəcəm. Əgər dalğa, deməli, sağa doğru yayılırsa, baxın, bu yarım dalğalara fikir verin. Bunu ayırdım iki yerə. Sol tərəfdəki və sağ tərəfdəki. Yarım dalğanın bura ön hissəsi sayılır. Burada arxa. Burada arxa. Burada, məsələn, aşağıdakı üçün yazsam, bura ön hissə sayılır. Burada nə sayılır? Arxa sayılır. Amma bura mənə lazım deyil, çünki burada nöqtə verilməyib. Onda bunu silirəm. Və yadınızda saxlayın. Bu üfüqi xətt var, burada göstərilən üfüqi xətt. Yoxdursa özünüz də çəkə bilərsiniz. Heç bir problem yoxdur. Çox vaxt olur. Bu üfüqi xəttdən həmişə ön hissə uzaqlaşır. Yəni, məsələn, B nöqtəsi, üfüqi xətt aşağıdadır. B nöqtəsinin hərəkət istiqaməti olacaq yuxarı. A nöqtəsinin isə əksinə aşağı olacaq. C nöqtəsi ön hissədir də, düzdürmü? O da olmalıdır üfüqi xəttdən uzağa. Onda belə çıxır ki, A nöqtəsinin istiqaməti aşağıdır.
Düzdürmü? Həmçinin D variantı da ola bilər. B nöqtəsi yuxarıdır, C nöqtəsi isə aşağıdır. Cavab olacaq C variantı. 13-cü sualın cavabı C-dir. 14. Müəyyən maddənin temperatur zaman diaqramı şəkildə göstərilmişdir, təsvir edilmişdir. Buna əsasən maddənin hansı zaman intervallarında aqreqat halının dəyişdiyini müəyyən edin. Deməli, müəllimlər, aqreqat halı nə zaman dəyişir? Temperatur sabit qalanda, temperatur nə zaman sabit qalır? Bu hissədə sabit qalır, bir də bu hissədə sabit qalır. Başqa hissələrdə sabit qalırmı? Xeyr, baxın, dəyişir. Burada dəyişim var, burada dəyişim var. Ona görə də sabit qaldığı hissələri biz cavab olaraq götürəcəyik. T4, T6 zaman intervalı, bir də T8, T9 zaman intervalı olacaq bizim cavabımız. Bu da olacaq B variantı. 15-ci sualdan davam edək. 15-ci sual bəlkə də bu sınağın ən maraqlı suallarından biridir. Kütləsi M1 və M2, həcmləri isə uyğun olaraq 3V və V olan, yəni bunun həcmi 3V-dir, bunun da həcmi V-dir. Olan cisimlər qollarının uzunluğu bir-birinə bərabər olan tarazlıqdadır. Tərəzinin üzərinə daha doğrusu altdakı səthə kip sıxılan qalın divarlı iri şüşə qapaq qoyulur və şüşə qapağının altındakı hava soğurma nasosu ilə sovrulur. Buna əsasən aşağıdakı söylənilən fikirlərdən hansı və ya hansıları doğrudur? Deməli, müəllimlər, bu hissə çıxarılır və buradakı hava nasos vasitəsilə çölə sovrulur. Buradakı havanın bəs əhəmiyyəti nədir? Bəli, hiss edirəm, siz deyirsiniz ki, müəllim, Arximed qüvvəsidir və tamamilə düzgün buyurursunuz. Bəli, Arximed qüvvəsidir. Burada hava tərəfindən cismə Arximed qüvvəsi təsir edir. Cismə deməyək, cisimlərə deyək. Yəni, həm M1 kütləli cismə, həm də M2 kütləli cismə Arximed qüvvəsi təsir edir. Bəs bunu biz necə ifadə edək? Birincisi, qollar bərabərdirsə, yəni bunlar bərabərdirsə, bu cismin, bu havanın daxilindəki çəkisi ilə bu cismin havanın daxilindəki çəkisi bir-birinə bərabərdir. Yəni, mən rahatlıqla yaza bilərəm. P1 bərabərdir P2. Arximed qüvvəsi təsir etdiyindən P1-in yerinə yazaram M1J çıxılsın. F Arximed, bunun həcmi nə qədər idi? 3V-dir. Yəni, yazacam 3 rho VJ. Rho burada təbii ki, havanın sıxlığıdır. Bura bir də ştrik qoyaq. Sonra yazacam M2J bərabərdir. M2J çıxılsın daha doğrusu. Rho VJ. Bu da hava olsun, ştrik qoyaq. Sonra bəs necə yazacaq? Bunu bir dənə səliqəyə salaq. Yazaq ki, M1J çıxılsın, M2J bərabərdir. M1J, M2J bunu atacaq bu tərəfə. 3 rho VJ çıxılsın, rho VJ olacaq. Yəni, 2 rho ştrix VJ olacaq. Sonra mən bunu buradan silsəm, lap mən burada J-ləri ata da bilərəm. Olacaq nə? M1 çıxılsın, M2 bərabərdir 2 rho ştrix V və yaxud da rho hava V. Və bu tənlikdən görünür ki, M1 kütləsi M2 kütləsindən nədir? Böyükdür. Vəssalam. İndi şərtləri oxuyaq. Tərəzi saat əqrəbi istiqamətində dönər. Burada Arximed qüvvəsi olmasa, M1 M2-dən ağır olduğuna görə tərəzi neyniyər? Bu istiqamətdə neynəməlidir? Dönməlidir. Bu da saat əqrəbinin əksidir. Burada da əksidir. Tərəzi saat əqrəbinin əksi istiqamətində dönər. Onda 1 doğrudur. İkincidə məlum məsələdir, doğru deyil. Biz onun tam əksini seçdik. Üçüncüdə deyir ki, birinci cismin kütləsi ikinci cismin kütləsindən böyükdür. Böyükdürmü? Bəli, böyükdür. Onda 3 də doğru cavabdır. Ümumi isə doğru cavab D variantıdır. 16-cı sual. Kütləsi 100 kiloqram olan meteorit atmosferə şaquli istiqamətdə daxil olaraq 5 metr böl saniyə kvadrat təcillə tormozlanır. Bu meteorit olsun. Bu daxil olursa atmosferə bunun sürəti aşağıya doğrudur. Tormozlanırsa təcili yuxarıya doğrudur və buna hansı qüvvələr təsir edir? Digər yanda göstərirəm. Aşağıya doğru
mg qüvvəsi təsir eləyir. Bir də sürət aşağıdır deyə şaquli istiqamətdə yuxarıya doğru müqavimət qüvvəsi təsir eləyir. Təcil yuxarı olduğundan F müqavimətdən mən mg-ni çıxıb MA-ya bərabər eləməliyim. Onda yazıram MA bərabərdir. F müqavimət çıxılsın mg. Müqavimət qüvvəsini məndən soruşduğuna görə buradan yazırıq ki, F müqavimət bərabərdir m, J üstə gəlilsin A və bunu hesablayırıq. M-imiz nə qədərdir? 100'dür. J'miz 10'dur. A'mız 2'dir, 5'dir daha doğrusu. Bunu da 15'e vururuq. 1500 Newton eləyir. Bu da 1.5 kilo Newton eləyir. 17-ci sual. Bir mühitdən digərinə keçən mexaniki dalğada müəyyən anda zərrəciklərin yer dəyişməsinin məsafədən asılılıq qrafiki verilmişdir. Birinci mühitdə dalğanın sürəti V1 bərabərdir. V, rəqslərin tezliyi nü1 bərabərdir. Nü olarsa, ikinci mühitdə dalğanın sürəti və rəqslərin tezliyi nəyə bərabərdir? Dəyərli müəllimlər, yadımızda saxlamalıyıq ki, dalğa bir mühitdən digərinə keçirsə, onun tezliyi və periodu dəyişmir. Yəni, ikinci mühitdə də birinci mühitdəki olan tezlik olmalıdır. Yəni, nü2-miz nəyə bərabərdir? Nüyə bərabərdir. Bəs sürətimiz nədir? Lambda bərabərdir V vurulsun T'dir. Düzdürmü? Perioddur, dedik ki, tezlikdir. Bu dəyişməyəcək. Onda belə çıxır ki, lambda V ilə düz asılı olmalıdır. Yəni, mən V-ləri müqayisə eləmək üçün dalğa uzunluqlarına diqqət yetirməliyəm. Birinci mühitdəki dalğa uzunluğu, baxın, 2 ilə 6-nın arasını götürsəm, birinci mühitdəki dalğa uzunluğu 4 metrdir. İkinci mühitdəki dalğa uzunluğu isə, baxın, burada necə götürək? Məsələn, 8 ilə 10-nun arasını götürək. İkinci mühitdəki dalğa uzunluğu 2 metrdir. Onda belə çıxır ki, 1-dən 2-yə keçəndə dalğa uzunluğu 4-dən 2-yə düşür, yəni 2 dəfə azalır. Məhz buna görə də, məhz dalğa uzunluğu ilə sürət düz asılı olduğuna görə də sürət də ikinci mühitdə birinci mühitdəkindən 2 dəfə az olmalıdır. Cavab A variantı. 18-ci sual. Çevrə üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtənin dövr etmə periodu 4 saniyədir. A vəziyyətini keçəndən sonra 5-ci saniyənin sonunda maddi nöqtənin sürət və təcili hansı istiqamətdə yönələr? Dəyərli müəllimlər, deməli, ümumilikdə period 4 saniyədirsə, gəlin belə yanaşaq da bu məsələyə. Hər bir 4də 1-ə, belə deyək, 1 saniyə vaxt sərf olunur. 5 saniyə ərzində isə, məlum məsələdir, period 4 saniyə olduğuna görə 5 saniyə ərzində bu cisim bir dəfə dövr eləyir. 4 saniyənin 5-in 4-ünü də belə deyək, bir dəfə dövr eləyir. Qalır əldə 1 saniyə, o 1 saniyəni də gəlir, çatır bura. Vəssalam. Burada sürətin istiqaməti saat əqrəbi istiqamətində hərəkət olduğuna görə sağa, təcil isə çevrənin radial istiqamətdə mərkəzinə doğru olmalıdır. Onda burada cavab nədir? Burada cavab 18-ci sualda B variantı olmalıdır. 19. Üfüqi səthə şəkildəki kimi yerləşdirilmiş bir cins silindrin yerə nəzərən potensial enerjisi 20 joule, həcmi 4 kub metrdir. Verilənlərə əsasən silindrin yer səthinə göstərdiyi təzyiq neçə Newton böl metr kvadrat olar? Dəyərli müəllimlər, əgər söhbət silindirdən gedirsə, bir xüsusi hal kimi yadınızda saxlayın. Təzyiqi ρ-J-H-la hesablaya bilərəm. Paralelipipeddə də belə hesablamaq olar. ρ-J-H-la hesablaya bilərəm. Bəs necə əlaqələndirim? Təbii ki, belə. Burada belə bir söz deyil. Deyir, yerə nəzərən potensial enerjisi 20 joule-dur. Bilirəm ki, çoxunuz yazır ki, mgh bərabərdir 20 joule. Xeyr, bu doğru deyil. Siz yazmalısınız ki, mgh bölünsün 2 bərabərdir 20 joule. Səbəbin deyəcəm indi. Çünki h deyəndə biz artıq buranı nəzərdə tuturuq. Düzdürmü? Yəni, daha doğrusu belə deyək də, bu düsturumuzda yazılan şey, yəni ρ-J-H yazmışıqsa,
Bu silindrin ümumi hündürlüyüdür. Yəni bu h-dır. Və potensial enerjini isə mən yazmalıyam mərkəzdən olan məsafə ilə. Yəni mən bunun ölçülərini nəzərə alıramsa, götürəcəyim o məsafə silindrin tən mərkəzindən götürülməlidir. Yəni belə deyək, ağırlıq mərkəzi, kütlə mərkəzinin yerə qədər olan məsafəsi götürülməlidir. Və h-ın da yarısı məlum məsələdir. H bölünsün 2-də. Onda mən potensial enerjini necə yazmalıyam? mg h bölü 2. Yəni 2-də 1 mgh. Onda buradan alırıq ki, mgh 40-dır. Həcm 4-dür. M-in yerinə rho v yazıram. Sonra v-ni də 4 yazsam da yerinə rho jh-ın cavabı qalır 10. Yəni mənim cavabım B variantıdır. Vəssalam. 20. Verilmiş kütləli ideal qaz bir halından 2 halına keçdikdə qazın sıxlığı və qaz molekullarının konsentrasiyası necə dəyişər? Konsentrasiyanın formulu M bərabərdir. P bölünsün KT-dir. Fikir verin, burada P böl T var. Onda mən necə yazmalıyam? P-ni T-yə bölürəmsə, bu P böl T nisbətinin yerinə nə yazmalıyam? Təbii ki, tangens alfa yazmalıyam və burada da bir K-nı qeyd eləməliyəm. Sonra isə baxıram. Görək bu tangens alfa nədir? Baxın. Birinci halda bucağım budur. İkinci halda isə bucağım budur. Bir halından 2 halına keçəndə bucağım kiçilir. Bucaq kiçilirsə, yadınızda saxlayın, tangens alfanın da qiyməti kiçilir. Bu sabitdir, Boltzmann sabitidir. Tangens alfanın qiyməti kiçilirsə, konsentrasiya da nə etməlidir? Kiçilməlidir. Onda konsentrasiya azalar cavabında olmalıdır. Bəs sıxlıq? Sıxlığın da belə bir formulunu yaza bilərik. Rho bərabərdir M0 vurulsun N. Konsentrasiya azalırsa, sıxlıq da nə edir? Təbii ki, azalır. Onda cavab olur A variantı. Və yaxud da Rho-nu P bərabərdir Rho RT bölünsün M düsturundan da tapıb çıxartmaq olacaqdı. Məhz orada da nə edəcəkdi? Bucaq azalacaqdı. Deməli, 20-ci sualın cavabı oldu A variantı. 21-ci sualın cavabı C variantıdır. Bu şifahi sualdır. 22-ci sual köhnə sualdır. Bunu kifayət qədər mənə elə gəlir müəllimlər görüb. Amma bir də mən sizi bu sualın həlli ilə tanış edeyim. 21-ci sualda görürük ki, P ilə V düz asılıdır və məndən AB keçidi zamanı aldığı istilik miqdarını, qazın aldığı istilik miqdarını soruşur. Mən nə bilirəm? Termodinamikanın qanununa əsasən, birinci qanununa əsasən bilirəm ki, delta U Q minus A iştirikdir. Və PV ilə düz asılıdırsa, bu heç bir izoprosesə uyğun deyil. Mən buradan Q-nu tapıram. Q bərabər olur delta U-na A iştirikin cəminə. A iştirik nədir? Bu fiqurun sahəsidir. Yazıram. A iştirik bərabərdir. Fiqurun sahəsini hesablayıram burada. 20 trapesiyadır. 20 üstə 40 böl 2 vur H. H-ın da yerinə yazacağım 5. 20 üstünə 40 gələndə 60 yazır. 60 olur. 60-ı 5-ə böləndə, vuranda daha doğrusu eləyir 300. 300-ü 2-yə böləndə eləyir 150 kilojoule. Yəni qazın gördüyü iş 150 kilojoule. Birini tapdım. Bura 150 kilojoule. Bəs delta U nədir? Delta U-nun da formulu bu hal üçün belə yazıla bilər. Deməli, delta U bərabərdir 2-də 3 P2 V2 çıxılsın P1 V1. 2-də 3 P2 V2 nədir? 40 vur 10 400. P1 V1 nədir? 20 vur 5 100. Bu da eləyir 300 vur 3 böl 2. Yəni
450 kilojoule. Bunu da tapdım və bunları cəmləyəndə qazın aldığı istilik miqdarının 600 kilojoule olduğunu tapmış oluram. Cavab olur Y variantı. 23. Kütlələri 2 və 3 kiloqram olan cisimlər dartınmayan çəksiz iplə bir-birinə bağlanılaraq sürtünmə əmsalı 0,2 olan üfüqi səthə paralel 50 Newton qüvvənin təsiri ilə hərəkət edirlər. Buna əsasən hərəkət zamanı ipdə yaranan gərilmə qüvvəsinin modulunu hesablayın. J-nin də 10 metr bölünsün saniyə kvadrat olduğunu mənə verib. Bilirəm ki, bu məsələni kifayət qədər görmüsünüz. Və yadınızda saxlayın ki, burada sürtünmə qüvvəsinin verilməsinin elə bir ciddi əhəmiyyəti yoxdur. Yəni, elə topluda yazdığınız kimi F nəyi dartır? M1 ilə M2-ni. Bəs T nəyi dartır? M2-ni dartır deyirik və tənasübümüzü yazırıq. Yazırıq ki, F nəyi dartır? M1 ilə M2-ni. Bəs T nəyi dartır? Sadəcə M2-ni. Bunları yerinə qoyanda, yəni lap sadə formada yazaq, yerinə qoyaq. F-in yerinə yazırıq 50, M1 ilə M2-nin yerinə yazırıq 5 cəminin yerinə. Buraya yazırıq T, M2-nin də yerinə yazırıq nə? 3. 50-ni 5-ə böləndə 10 eləyir, onu 3-ə vuranda cavab eləyir 30 Newton. C variantı. Nəzərinizə çatdırım ki, hətta bunu belə deyim, mail müstəvinin üzərində də qoysa, dartsa F qüvvəsinin vasitəsilə, yenidən T-ni soruşsa, yenə də eyni bir nəticə çıxacaq. Yenə də bu tənasüb ödənəcək. 24. Üfüqi səth üzərində sükunətdə olan 8 kiloqram kütləli cisim daxili partlama nəticəsində kütlələri 5 və 3 kiloqram olan iki qəlpəyə parçalanır. Buna əsasən partlama anında qəlpələrin kinetik enerjilərinin nisbəti nəyə bərabərdir? Dəyərli müəllimlər, bilirsiniz ki, bu cür partlamalarda başlanğıc impuls 0 olur. Son impuls da vektorial olaraq nə etməlidir? Birinci impulsa bərabər olmalıdır. Yəni 0-a bərabər olmalıdır. 0-a bərabər olması üçün də bu qəlpənin impulsu bu qəlpənin impulsuna nə etməlidir? Bərabər olmalıdır. Yəni ədədi qiymətsə bərabər, istiqamətsə əks olmalıdır. Yəni onda belə çıxır ki, bu qəlpələrin partladıqları anda impulsları bir-birinə bərabərdir. İmpuls bərabərdirsə, Y1-in Y2-yə olan nisbətini P kvadrat bölünsün 2M düsturuna əsasən Y1-in Y2-yə olan nisbətini M2-nin M1-ə olan nisbəti kimi yaza bilərəm. M2-nin yerinə 3 yazıram, M1-in yerinə 5 yazıram. Cavabı da A götürürəm və bu mənim doğru cavabımdır. 25 bəlkə də bu sınavın ən maraqlı suallarından biridir. 25-ci sualda deyilir ki, şəkildə eyni bərk iki cismin təcrübədə eyni qızdırıcıda, bu da gözəl sözdür, bunda haşiyə Allah, qızdırılması zamanı temperaturun zamandan asılılıq qrafiki verilmişdir. Qrafiklərə əsasən ikinci təcrübədə bərk cismin yalnız əriməsinə sərf olunan zamanı hesablayın. Dəyərli müəllimlər, burada eyni bərk iki cisim deyirsə, deməli bunların xüsusi istilik tutumları, xüsusi ərimə istilikləri bir-birinə bərabərdir. Yəni, belə deyim, C1, C2-yə bərabərdir. Hətta lambda 1, lambda 2-yə bərabərdir. Tamam. Bəs bu qrafiklərin fərqli olmasına səbəb nədir? Bir də burada belə deyir də, eyni qızdırıcıdan. Eyni qızdırıcıdan söhbət gedirsə, yəni, məsələn, 20 dəqiqədə, baxın, nə qədər istilik miqdarı burada cismə verilibsə, burada da 20 dəqiqədə o qədər istilik miqdarı cismə verilmiş hesab olunur. İndi baxaq görək, nə var, nə yox. İndi baxaq, baxın, diqqətlə baxın. Baxın, ərimə istiliyinə birinci cismi gətirmək üçün 20 dəqiqə vaxt sərf olunub. İkinci cismi də ərimə istiliyinə gətirmək üçün 20 dəqiqə vaxt sərf olunur. Yəni, qızdırılması üçün cismin, hər iki cismin qızdırılıb ərimə istiliyinə gətirilməsi üçün verilən istilik miqdarları bir-birinə bərabərdir. Çünki zamanlar bərabərdir. Yəni, bərabər zamanlarda cisimlərə bərabər istilik miqdarı verilir. Bu qrafikin birinci hissəsi üçün yazdığım bir
ifadədir. Q1 Q2-yə bərabərdir. Q1-in yerinə yazıram C1, M1, delta T1 bərabərdir. C2, M2, delta T2. C1, C2-yə bərabər olduğundan bunları buradan ixtisar eləyə bilərəm. Qalır M1. Delta T1 nə qədərdir? Baxın, 10-dan 20-yə. Dəyişim nə qədərdir? 10. M2. Delta T2 nə qədərdir? 0-dan 20-yə. Yəni 20. Onda buradan alıram ki, M1 bərabərdir 2M2. Bunu buradan aldım. Gözəl. İndi buradan nə edirəm? Bunları silirəm. Bunu yadımda saxlayıram. Keçirəm ərimə hissəsinə. Ərimə hissəsində cismə verilən istilik miqdarı Q bərabərdir. Lambda vurulsun M ilə hesablana bilər. Lambdalar bir-birinə bərabər olduğundan Q ilə M düz asılıdır. Birinci cismi əritmək üçün 20 dəqiqə vaxt sərf olunur. Birinci cismi əritmək üçün 20 dəqiqə vaxt sərf olunur. Və birinci cismin kütləsi, belə yazım da, bunu daha aydın yazım. Məsələn, M2 M olsun, M1 də 2M olsun. Baxın, təzədən qayıdıram. Birinci cismi əritmək üçün 20 dəqiqə vaxt sərf olunur və birinci cismin daha doğrusu kütləsi 2M-dir. Lambdalar eyni olduğundan, deməli, ikinci cismin kütləsi M-dirsə, bu cismi əritmək üçün sərf olunan vaxt 2 dəfə kiçik olmalıdır. Yəni, bu 20 dəqiqədirsə, buna sərf olunan vaxt 10 dəqiqə olmalıdır. Nə qədər? 10 dəqiqə. Bunun da 10 dəqiqə olması üçün bu nöqtənin olmalıdır qiyməti 30 dəqiqə. Yəni, sərf olunan zamanı tapdıq artıq 10 dəqiqə. Məsələn, buranda soruşsa, buranda qiyməti olmalıdır 30. Bizə nə lazımdır hal-hazırda? B variantı lazımdır ki, bu sualın cavabını yazıb, digər suala necə deyərlər, keçək. 26-cı sual. 26-cı sualda eni 160 metr olan çaya şəkildəki kimi 8 metr bölünsün saniyə sürətlə daxil olan üzgüçünün çayı keçməyə sərf etdiyi zamanı hesablayın. Burada məlum məsələdir. Zaman çayın eninin sürətin perpendikulyar toplanana olan nisbəti ilə götürülür. Çayın eni 160-dır. Elə bu sürət özü elə perpendikulyar olduğundan əlavə bir şeyə ehtiyac yoxdur. Yəni 160-ı 8-ə bölüb C variantını nişanlayıb 27-ci suala keçəcəm. Şəkildə kvadrat şəkildə bir cins lövhə təsvir edilmişdir. O nöqtəsi bu nöqtənin ağırlıq mərkəzidir. Lövhəyə tətbiq olunan hansı qüvvənin və ya qüvvələrin təsiri ilə lövhə fırlanma hərəkəti icra edər. Lövhənin fırlanma hərəkəti icra etməsi üçün ona təsir edən qüvvənin, tətbiq olunan qüvvənin uzantısının lövhənin bu O mərkəzindən keçməməyi lazımdır. Fikir verirsə F2-nin uzantısı keçir, F3-ün uzantısı keçir. Keçməyə yalnız F1-dir. Cavab olacaq A variantı. 28-ci sual. Cisim mayenin səthində üzür. Əgər cismi şəkildəki kimi tərs çevrilsə, cismin mayeyə batan hissəsinin həcmi və suyun qabın dibinə göstərdiyi hidrostatik təzyiq ilk hala görə necə dəyişər? Dəyərli müəllimlər, diqqətlə baxın. Batan hissəni araşdırıram. Rho maye bölünsün rho cisim bərabərdir V cisim böl V batan. Müəllimlər, mən qabı tərs çevirəndə rho maye dəyişirmi? Əlbəttə yox. Başqa maye olmur ki, xeyr. Rho cisim dəyişirmi? Əlbəttə yox. Cismin həcmi dəyişirmi? Əlbəttə yox. Batan hissə onda dəyişməlidirmi? Əlbəttə ki, yox. Batan hissə dəyişməməlidir. Və hidrostatik təzyiqin dəyişməsi üçün maye səviyyəsinin artıb və yaxud da azalmağı lazımdır. Batan hissənin həcmi dəyişmədiyindən maye sütununun hündürlüyü də dəyişməyəcək, yəni artıb azalmayacaq. Ona görə də cavabımız olacaq A variantı. Kifayət qədər maraqlı və gözəl sualdır. 29-cu sual. Havanın temperaturu neçə dərəcə Selsi olduqda Selsi şkalalı termometrin göstərişi Fahrenheit şkalalı termometrin göstərişindən
2,8 dəfə az olur. Bu sualı həll etmək üçün bu 2,8 məsələsini belə deyək, işləmək lazımdır. Məsələn, mən T dərəcə Celsini x qəbul eləsəm, gərək ki, T dərəcə Farenheiti 2,8 x qəbul edeyim. Bunu yazandan sonra keçid düsturu var bizdə. T dərəcə Celsi bərabərdir. Mötərəzəni açıram. T dərəcə Farenheit çıxılsın 32 vurulsun 5/9. Bu x-ları falan nəzərə alıb bu tənlikdə yerinə yazıb nəzərə alanda Celsinin, yəni 32 dərəcə Celsi olduğunu almış olursunuz. Cavab C variantıdır. 30 nəzəri sualdır. Dayanıqlı tarazlıq halına uyğun olan nöqtə 3 nöqtə, üzr istəyirəm. 2 nöqtəsidir. Cavab olacaq B variantı. Deməli, 31-ci sual. Monokristal cisimlər üçün hansı ifadə və ya ifadələr doğrudur? Təbii ki, burada cavab Y variantıdır. Çünki monokristallar müəyyən temperaturda əriyirlər və fiziki xassələri müxtəlif istiqamətlərdə müxtəlif olur. İstilikdən izolə edilmiş mühitdə bir-birinə toxundurulan iki bərk cismin temperaturunun istilik miqdarından asılılıq qrafikinə əsasən C1/C2 nisbətini hesablayın. Bölgülər bərabərdir. Məlum məsələdir ki, Q-lər bir-birinə bərabərdir. Onda mən yaza bilərəm ki, Q1 bərabərdir Q2. Amma burada bir şeyi nəzərə almaq lazımdır ki, biz bunu modulla götürəcəyik. Yəni, temperaturun dəyişməsini mənfi qəbul etməyəcəm mən. Əslində, bu qəbul eləsəm Q1 bərabərdir, daha doğrusu mənfi Q1 bərabərdir Q2 yazmalıyam. Amma o qədər dərinliyə enmirəm, sadəcə yazıram. Deməli, C1 delta T1 bərabərdir C2 delta T2. Delta T1-i modulca götürürəm 2. Yəni C1 vurur 2. Delta T2-ni də modulca götürürəm 1. Buradan da C1-in C2-yə olan nisbəti alınır nə? Deməli, 1 yuxarıda, 2 də aşağıda. Yəni, B variantı. 33-cü sualda sıxlığı 800 kiloqram bölünsün metr kub olan mayenin səthində üzən cisimlərin sıxlıqlarını hesablayın deyir və burada mən nə etməliyəm? Fikir verin, diqqətlə baxsanız, burada çox maraqlı bir nüans var. Hər iki cismin yarısı batıb. Məsələn, bu 6 bölgülü bir cisimdir, bunun 3-ü batıb. Bu da 4 bölgülü cisimdir, bunun da x-i batıb. Onda belə çıxır ki, hər iki sıxlıqlı cisimlərin, daha doğrusu cisimlərin hər ikisinin sıxlığı nəyə bərabərdir? 800-ün yarısına bərabərdir. Yəni 400 olmalıdır. Cavab olur 33-də C variantı. 34. Sıxlıqları ρ1, ρ2, ρ3 olan silindir deyir yenə də, səthə göstərdikləri təzyiqlər eynidir. Buna əsasən silindirlərin sıxlıqlarını müqayisə edin. Xüsusi hal olaraq demişdik ki, silindirin təzyiqini P bərabərdir ρGH düsturu ilə də hesablaya bilərəm. Təzyiqlər eynidirsə, ρ ilə H bir-birindən tərs asılı hesab olunur. 2 ilə 3-ün hündürlükləri eynidir. Yazıram H2 bərabərdir H3, kiçikdir H1-dən. Tərs asılı olduğuna görə yazıram ρ2 bərabərdir ρ3. Bu da böyükdür ρ1-dən. Cavab olur B variantı. 34 yazıldı. 35. Çevrə üzrə bərabər şəkli hərəkət edən cismin xətti sürətinin bucaq sürətindən asılılıq qrafikinə əsasən çevrənin radiusunu tapın. V-nin omeqadan asılılıq qrafikidir. R bərabərdir V bölünsün omeqadır, bunu bilirik. V-ni də omeqaya böləndə çıxır tangens alfa. Yəni bu 37 dərəcənin tangensini nə etməliyəm? Tapmalıyam və 35-ci sualda cavab olur bu formada. Yəni bunu buna bölməlisiniz. Sinusu kosinusa cavab eləməlidir D variantı. 36-cı sual isə kifayət qədər maraqlı sualdır. Düzxətli hərəkət edən iki cismin koordinatının zamandan asılılıq qrafiki verilmişdir.
Buna əsasən cisimlərin görüşdüyü anda birinci cismin sürətinin modulu neçə metr bölünsün saniyə olar. Dəyərli müəllimlər, bir dənə diqqətlə bura baxın. Cisimlər nə zaman görüşür? Təbii ki, koordinatları 20 olanda və mən birinci cismin nəyini tapıram? Sürətini tapıramsa, fikir verirsinizsə, baxın, ikinci cismin qrafiki birinci cismin qrafikinə toxunan olaraq göstərilib. Sanki bu toxunan məsələsi də bizi aparır törəməyə. Yəni, siz hər hansı bir funksiyanın qrafikinə toxunan çəkmisinizsə, onda belə çıxır ki, bu toxunanın, bu riyaziyyatdır, başdan ayağa belə deyim, bu toxunanın əmələ gətirdiyi, yəni bu x oxumu deyək, yoxsa zaman oxumu deyək, özümüzə uyğun deyək də zaman oxumu. Zaman oxu ilə əmələ gətirdiyi bucağın tangensi hansı funksiyanın qrafikinə, belə deyim, toxunan çəkmişəmsə, o funksiyanın törəməsini verir. Bu funksiya, yəni nə funksiyasıdır? Yəni birinci cismin qrafiki nəyin qrafikidir? Koordinatın. Mən buna toxunan çəkmişəmsə, deməli koordinatdan bir növ törəmə almış sayılıram. Məndən də elə onu soruşur. Deyir ki, birinci cismin sürətinin modulu neçə metr bölü saniyədir? Yəni demək istəyir ki, törəmə nəyə bərabərdir? Bu qrafiki verməklə. Mən də götürürəm, baxın bu qrafikin, baxın ikinci qrafikin tangensinə hesablayıram. Buradan da tangens alfa alınır. 20 böl, baxın 20 böl 1. Yəni qarşı katet böl bitişik katet. Bu da eləyir 20 metr bölünsün saniyə. Cavab B variantıdır. 37. Otaqdakı havada olan su buxarının kütləsi 1,5 kilo. Havanın nisbi rütubəti isə 50%-dir. Temperaturu dəyişmədən otaqda neçə qram əlavə su buxarlandırmaq lazımdır ki, havanın nisbi rütubəti 70% olsun. Dəyərli müəllimlər, bunu bəs necə yazaq? Yazaq ki, fi bərabərdir rho böl rho 0 bölü 100%. Kütlə ilə əlaqələndirmək üçün rho-nun yerinə m böl v yaza bilərəm. Bunu da yazdım, 100%-ə vurdum. Buradan görünür ki, fi ilə kütlə, yəni su buxarının kütləsi düz asılıdır. Onda mən gəlin nisbi rütubətlərdən yola çıxıb, ikinci halda otaqdakı su buxarının kütləsini tapım. Yazım m2 böl m1 bərabərdir fi 2 böl fi 1. Buradan m2-ni tapanda m2 m1 fi 2 bölünsün fi 1 olur. Bunu hesablayanda isə, siz özünüz birbaşa hesablayarsınız. Bunu hesablayanda isə cavabı buradan 2,1 kiloqram alırsınız. Onda belə çıxır ki, mənim otağımda birinci halda 1,5, sonra 2,1 qədər su buxarı mövcud idisə, mən bunu bir halından 2 halına keçirmək üçün 600 qram su buxarlandırmış sayılıram. Vəssalam. 38. Havanın müqavimət qüvvəsinin nəzərə alınmadığı mühitdə cisim yer səthindən müəyyən sürətlə şaquli yuxarı atılır. Trayektoriyanın üzərində qeyd olunmuş hansı nöqtədə cismin təcili şaquli istiqamətdə aşağı yönəlmişdir? Dəyərli müəllimlər, havanın müqaviməti nəzərə alınmırsa, cismə təsir edən əvəzləyici qüvvə nəyə bərabərdir? Ağırlıq qüvvəsinə. M-ləri atsam AJ-yə bərabər olur. J-nin də istiqaməti nədir? Şaquli istiqamətdə yer səthinə doğru. Onda belə çıxır ki, hər üç nöqtədə aşağıya doğru cismin təcili yönəlir. Cavab olur burada Y variantı. 39. Gözəl sualdır, kifayət qədər maraqlı sualdır. Müəyyən hündürlükdən şaquli istiqamətdə yuxarı atılmış cisim 2 saniyədən sonra yer səthindən maksimal hündürlükdə olmuşdur. Uçuş müddətinin 7 saniyə olduğunu nəzərə alaraq cismin hansı hündürlükdən atıldığını tapın. Havanın müqavimət qüvvəsi nəzərə alınmır. Gəlin hadisəni təsvir edək. Müəyyən bir hündürlük götürək. Baxın, bu yer səthindən olan müəyyən bir
nə bilim, qaladır və yaxud da hər hansı bir nöqtədir, fərqi yoxdur. Bu nöqtədən, baxın, mən bunu axtarıram, bu hissənin hündürlüyünü. Bu nöqtədən mən cismi atıram və cisim 2 saniyədən sonra maksimal hündürlükdə olur. Ümumi uçuş müddəti isə 7 saniyə olur. Yəni, buradan bura 2 saniyə vaxt sərf edir. Ümumi uçuş müddətinin 7 saniyə olması üçün də təpə nöqtəsindən ta yer səthinə qədər 5 saniyə vaxt sərf olunur. Mən onda h hündürlüyünü necə tapım? Təbii ki, nə etməliyəm? Ümumi bu hündürlüyü tapsam, sonra buranı da tapsam, yəni buradan bura qədər olan yeri, sonra bu iki hündürlüyün fərqini tapsam, gəlib nə edərəm? H-ı tapa bilərəm. Onda mən belə yazım da. Əvvəl bu hissəni tapım. Yəni yazım H1 bərabərdir J T1-in kvadratı bölünsün 2. Yəni 10 vurulsun 2-nin kvadratı bölünsün 2. Bu eləyəcək 20 metr. Ümumi bəs buradan bura qədər nə qədər məsafə qət edir? Ümumi deməli 5 saniyə ərzində qət elədiyi məsafə olur J. Buna T2 deyəcəm. T2-nin kvadratı bölünsün 2. Yəni 10 vurulsun 25 bölünsün 2. Burada da eləyir 125 metr. Və mən bu 125 metrdən 20 metri çıxıram. Bu məsafə alınır 105 metr. Cavab B variantıdır. Vəssalam. 40-cı sual. Elastiklik həddi nədir? Elastiklik həddi D variantında göstərildiyi kimidir. 41-ci sual. İki cismin, buraları bir dənə silim. İki cismin, deməli, sürətinin, modulunun zamandan asılı qrafiki verilmişdir. Buna əsasən cisimlərin hansı zaman anında sürətlərinin bərabər olduğunu hesablayın. Deməli, müəllimlər, hər iki cisim bərabər yavaşayan hərəkət etdiyindən yaza bilərəm ki, birinci cisim üçün V1 bərabərdir V0 1 çıxılsın A1 T. İkinci cisim üçün yaza bilərəm V2 bərabərdir V0 2 çıxılsın A2 T. Birinci cismin başlanğıc sürəti 3-dür. İkinci cismin başlanğıc sürəti isə 1-dir. Tamam, əla. Onda yavaş-yavaş tərtib eləyə bilərəm. Yazıram ki, V1 bərabərdir. Birinci cismin başlanğıc sürəti 3-dür. Çıxılsın. İkinci cismin başlanğıc sürəti də 1-dir. Çıxılsın. Birinci cismin təcilinin modulu nəyə bərabərdir? 3, bunu qırmızı ilə göstərim. 3 bölünsün 1. Onda yazıram A1-in yerinə 3. Bir dənə də yazıram T. İkinci cismin sürətinin, daha doğrusu təcilinin modulu nəyə bərabərdir? 1 bölünsün 3. Yəni 3də 1 T. Sonra da bunları sürətlərinin bərabər olduğu zaman anını tapmaq üçün bu iki tənliyi bir-birinə bərabər eləyirəm. Yazıram 3 çıxılsın 3T bərabərdir 1 çıxılsın T bölü 3. Aha. Sonra nə edirəm? Yazıram ki, 3 çıxılsın 1 bərabərdir 3T çıxılsın T bölü 3. Hayır, düz yazmadım. 3T çıxılsın T bölü 3. 3 çıxılsın 1 eləyir 2. Bunu da necə yaza bilərik? 3T-ni yaza bilərikmi? 9T bölü 3. Ondan da T-ni çıxanda eləyir 8T bölü 3. T buradan eləyir 6 bölü 8. Yəni 4də 3 saniyə. D variantı. 42. Şəkildə üfüqi səth üzərində, içində qaz və maye olan qab təsvir edilmişdir. Əgər qab tərs çevrilərsə, qazın təzyiqi necə dəyişər? Temperatur sabitdir. Dəyərli müəllimlər, qazın təzyiqi temperatur sabitdirsə, onun tutduğu həzmlə tərs asılı olur. Və mən qabı tərs çevirirəmsə, məlum məsələdir, bu sizi aldatmasın. Mayələr sıxılan deyil, mayəni sıxmaq olmur. Maye bu qədər həcm tuturdursa, tərs çevirəndə də yenə qabın içində eyni həcmi tutur.
Yəni ola bilər gen hissəyə yayılsın, amma tutduğu həcm eyni qalır. Və maye qabın içində eyni həcmi tutursa, deməli qaz da ikinci halda eyni həcmi tutacaq və qazın həcmi dəyişməyəcək. Qazın həcmi dəyişmirsə, deməli qazın təzyiqi də nə edəcək? Dəyişməyəcək. Cavab C variantıdır. 43-cü sual. 43-cü sual isə Euler-Venn diaqramıdır. Kifayət qədər sadə sualdır. Riyazi rəqqasın, yaylı rəqqasın periodlarının düsturunu yazanda bu sualın cavabını hesablaya biləcəksiniz. Belə ki, riyazi rəqqas cismin kütləsindən asılı deyil, daha doğrusu periodu. Riyazi rəqqasın periodu cismin kütləsindən asılı deyil. Çünki riyazi rəqqasın periodunun düsturu t bərabərdir kök altda 2pi, t bərabərdir 2pi vurulsun kök altda L böl J'dir. Bu ifadənin içində cismin kütləsi ilə bağlı bir şey yoxdur. Onda bu getdi riyazi rəqqasa. Rəqs periodu rəqqasdan asılan cismin kütləsindən asılıdır. Bu yaylı rəqqasa aiddir. Çünki yaylı rəqqasın düsturu t bərabərdir 2pi kök altda m böl k-dır. Oradakı m cismin kütləsidir. 3 və 4 hər iki rəqqasa aiddir. Yox, üzr istəyirəm. 3 hər iki rəqqasa aiddir. Həmçinin 5 də hər iki rəqqasa aiddir. Rəqs periodu yer səthindən olan hündürlükdən asılıdır. T bərabərdir kök altda 2pi vurulsun. T bərabərdir 2pi vurulsun. Kök altda L bölünsün J. Burada L yox, pi də yox məlum məsələdir. J yer səthindən olan hündürlükdən asılı olur. Və yekun olaraq bu dediklərimi cəmləşdirəndə bu sualın cavabı olur A. Bu qədər sadə. 44-cü sual. Doymuş su buxarının sıxlığının temperaturdan asılılıq qrafiki verilib, şeh nöqtəsi verilib və K nöqtəsinə uyğun havanın nisbi rütubətini bizdən soruşur. Onda mən nə etməliyəm? Nisbi rütubətin düsturu var. Fi bərabərdir rho T şeh bölünsün rho 0 T şeh bölünsün rho 0 T. Götürməliyəm bu 6,4-dür. Bölməliyəm 10-a. Vurmalıyam 100-ə və 64% cavabını buradan çıxarmalıyam. 45-ci sualda nə deyir? Səs dalğası bir mühitdən digərinə keçəndə hansı fiziki kəmiyyətlər dəyişmir? Bayaq bununla bağlı sualımız da var idi. Onu da orada səsləndirdim. Həm rəqs periodu dəyişmir, həm də rəqs tezliyi dəyişmir. Onda bu sualın cavabı A-dır. 46-cı sual. Deməli, izobar prosesdə delta onu verib və onu 3-də 2-yə vurur və mən nə edirəm? Götürürəm bu 2-də 3-ü burada saxlayıram. Delta onun yerinə də yazıram. Daha doğrusu 3-də 2-ni saxlayıram. Delta onun yerinə yazıram 2-də 3. P delta V. Bunlar da ixtisar getdikdən sonra P delta V qalır. Bu da qazın gördüyü iş deməkdir. Cavab Y variantı. Sonra 47-ci suala baxıram. Şəkildə göstərilən maddi nöqtələr eyni anda sərbəst buraxılarsa, yerə çatma müddətləri arasında fərq nə qədərdir? Bu birinci cisim olsun, bu da ikinci cisim olsun. Birinci cismin yerə çatma müddətini hesablasam, T bərabərdir kök altda 2H böl J düsturundan istifadə edəcəm və birinci cismin məsafəsi məlum məsələdir 20 metrdir. 2 vurulsun 20 böl 10. Bu eləyir 2 saniyə. İkinci cismin müddəti isə kök altda 2H böl J, yəni 2 vur 5 böl 10. Bu da eləyir 1 saniyə. Bunların müddətləri arasında fərq isə məlum məsələdir nədir? 1 saniyədir. 48-ci sual. Çevrə üzrə bərabər sürətlə hərəkət edən cisim A nöqtəsindən B nöqtəsinə 2 saniyə ərzində gəlmişdir. Buna əsasən cismin dövr etmə tezliyini tapın. Dəyərli müəllimlər, A-dan B-yə gələrkən cisim 45 dərəcə dönür. Onda belə yaza bilərəm. Bu suallarda tezlik falan tapanda önəmli deyil. Əsas birinci periodu tapın. A-dan B-yə, yəni 45 dərəcəni 2 saniyəyə qət edir. Bəs 360 dərəcəni neçə saniyəyə qət edər? Yəni bunu da yerinə yazıram period. Buradan periodu tapıram ki, deməli 2 vur 360 bölünsün 45. Bu məlum məsələdir ki, 45 360 ilə necə ixtisar oluna bilər? Bu ikisi də 9-a ixtisar olunur. Burada qalır 40, burada qalır 5.
40-ı 5-ə böləndə eləyir 8. 2-ni 8-ə vuranda isə periodun 16 saniyə olduğunu alırıq. Sonra tezliyi tapmaq üçün bunu nə edirik? Tərs çeviririk. Cavabı 16-da 1 saniyə üstü -1 yazırıq. 48-ci sualın cavabı B variantıdır. 49-cu sualın cavabı bu çox kifayət qədər sadə sualdır. Sükunət sürtünmə qüvvəsinin istiqaməti mail müstəvi boyunca yuxarıya doğrudur. 50-ci sual isə maraqlı sualdır. Burada biraz tempimizi aşağı sala bilərik. Tamam. Burada nə yazıb? Yazıb ki, x-ları müqayisə eləyək. Məlum, yazırıq ki, mj bərabərdir kx. X-i buradan alanda mj-ni k-ya bölməliyik. Amma məndə m yoxdur. Məndə diametrləri verib və sıxlıqların eyni olduğunu verib. Onda belə çıxır ki, mən belə bir şey yaza bilərəm. X m ilə düz asılıdır, k ilə tərs asılıdır. M ilə düz asılıdırsa, diametrlər də düz asılıdır. Yəni, amma diametrin kubu ilə düz asılıdır. Onda belə bir şey yaza bilərəm. x2 böl x1 bərabərdir. d2 böl d1-in kubu vurulsun 2-1 k1 böl k2. Bunu da yazıram. d2-nin yerinə 2d yazıram. Buraya eləyir 8. k1-in yerinə k2k yazıram. Bu da eləyir 2-də 1. Buradan da çıxır 4. x2 eləyir 4. x1. Cavab D variantıdır. 51-ci sualdan davam edirik. Kütləsi 1 ton olan maşın sükunət vəziyyətində yazaq. M bərabərdir 1000 kiloqram. 5 saniyə ərzində sürətini 90 km, məlum məsələdir, sükunət vəziyyətindən hərəkətə başlayaraq deyirsə, bunun sürətinin dəyişməsi ilə 90 km/saata bərabərdir. Bunu da çevirsək, 25 metr/saniyə eləyir. Dartı qüvvəsi məndən soruşur. F bərabərdir MA, yəni M delta V böl delta T. Bunu da hesablayanda cavabımız nə eləyir? Yazaq 1000 vur 25 bölü 5, 5000. A variantı. Vəssalam. Sonra davam eləyək 52-ci sualla. Qarşılıqlı təsirdə olan iki polad kürənin radiusları verilib, A1-in A2-yə nisbətini soruşur. A1-in A2-yə olan nisbəti M2-nin M1-ə olan nisbətidir. Bu da bayaqki sualımıza oxşuyur. R2-nin R1-ə olan nisbətinin kubu götürülür. R2-nin R1-ə olan nisbəti 2-dir. Çünki R1-in R2-yə olan nisbəti 2-də 1-dir. Bunun da kubu eləyir 8. Cavab eləyir A variantı. 53-cü sualı bilirəm, çoxunuz səhv yazmısınız. Burada bərabər sürətli hərəkətdir. Götürüb buradan tangens ala bilərsiniz. Bu da bizə lazım deyil. Bərabər sürətli hərəkətdə əvəzləyici qüvvənin modulu 0-a bərabərdir. 54. Bir yükünün çəkisi P olarsa, ipin T gərilmə qüvvəsi nəyə bərabərdir? Sistem tarazlıqdadır, linklər çəkisizdir. Bunu belə yaxınlaşdırdım. Qəşəng. Mən burada T gərilmə qüvvəsini tapmaq istəyirəmsə, burada olan digər yüklərin çəkisini tapmalıyam. Gəlin bir-bir tapaq. Baxın, buranın çəkisi P-dir. Momentlər qaydasına görə qolu 2-dirsə, buranın qolu 1-dirsə, onda buranın çəkisi olmalıdır 2P. Buranı bildim, qəşəng. Burada nə qədər gərilmə qüvvəsi var? Sistem tarazlıqda olduğundan, məsələn, bu linki aşağı nə çəkir? 2P və P. Onda bunu yuxarı çəkən gərilmə qüvvəsi nəyə bərabər olmalıdır? 3P-yə bərabər olmalıdır. Buradakı gərilmə qüvvəsini tapdım. Əla. İndi 3P budur. Yaxşı, 3P-nin bura görə moment alsın. 3P-nin qolu nə qədərdir? 1. Bunu başqa rənglə yazım. 3P-nin qolu nə qədərdir? 1. Bəs bunun qolu nə olmalıdır? Bunun çəkisi nə olmalıdır? Əgər bunun qolu 2-dirsə, məlum, çəkisi olmalıdır 1,5P. Yaxşı, bu linki aşağı nə çəkir? 3P. Nəzərinizə çatdırım ki, 3P yuxarıdakı linki aşağı, aşağıdakı linki yuxarı çəkir. Bu linki aşağı çəkir 3P,
Bir də aşağı çəkir 1.5p. Ümumilikdə T gərilmə qüvvəsi də bunların cəminə bərabər olmalıdır. 4.5p-dir. Keçən sınaqlarımızın birində də buna bənzər qismən bundan çətin bir sual salmışdıq. 55-ci sualda yazıb ki, sərtliyi K olan yaydan M kütləli yük asılıb, tarazlıq halında yay tərəfindən yükə təsir edən elastiklik qüvvəsinin istiqamətini göstərin. Yay tərəfindən yükə təsir edən elastiklik qüvvəsinin istiqaməti şaquli istiqamətdə yuxarı olmalıdır. Bu şifahi sualdır. Cavabımız A variantıdır. 56-cı sual. Uzunluğu 10 sm olan yazaq. Cavabı metrlə verib. R bərabərdir 0.1. Dəqiqə əqrəbinin periodu 1 saat. 1 saatda zamanı da 1 saat verib. Getdiyi yol L bərabərdir sual. L'in düsturu belədir. L bərabərdir 2πr zamanlar veriləndə kiçik t böl böyük t. Bu nisbət 1 verir. 2 vur, 3 vur, 0.1 yazırıq. Gedilən yolu da 0.6 metr tapırıq. Cavab D variantı. 57. F qüvvəsinin təsiri ilə T müddətində M kütləli cismin impulsu delta P qədər dəyişmişdir. Bu qüvvənin təsiri ilə eyni zaman müddətində 2M kütləli cismin impulsunun dəyişməsi nəyə bərabərdir? Delta P nəyə bərabərdir? FT-yə. Düzdürmü? Bu qüvvənin təsiri ilə F-i dəyişmirəm. Eyni zaman müddətində T-ni də dəyişmirəm. Nə fərqi oldu? Fərqi oldu ki, yəni bu düsturda görünür ki, ümumiyyətlə, bu düsturun tərkibində kütlə yoxdur. Yəni kütlə M olsun, kütlə 2M olsun, fərqi yoxdur. F qüvvəsindən T müddətindən hər iki halda bəhs eləyirsə, deməli ikinci halda da impulsun dəyişməsi birinci haldakı impulsun dəyişməsinə bərabərdir. Yəni elə delta P-yə bərabərdir. Cavab Y variantı. 58. Mexanikanın bütün mexanizmlərə tətbiq olunan qızıl qaydası qüvvədə neçə dəfə qazanırıqsa, məsafədə o qədər dəfə itiririk. Cavab A variantı. 59. Kütləsi 2 kiloqram olan cismin sürətinin zamandan asılılığı 3 plus 2t şəklindədir. Hansı zaman anında cismin kinetik enerjisi 121 joule olar? Yazıram ki, YK bərabərdir M V kvadrat bölünsün 2. Buradan V'ni alıram. 2Y bölüm. 2Y bölüm, yəni 2 vur 121 böl 2. Sürət nə olmalıdır? 121 olmalıdır. Daha doğrusu, üzr istəyirəm. Burada kökü yazmadım. Aha, sürət nə olmalıdır? 121-dən kökə çıxır 11. Sürətin 11 olması üçün T'nin, baxın, deməli, 4 olmağı lazımdır. Cavab B variantı. Mayəyə daxil edilmiş borunun radiusu 3 dəfə azaldıqda, yəni yazaq, belə bir şey yazaq. R1 bərabərdir 3-ə götürək. R2 o da 3 dəfə azalsın, R2 də olsun R. H1 olsun H, hündürlüyü 6 mm artdı. H2 də olsun H plus 6. H bərabərdir 2 sigma bölünsün rho J R. H ilə R tərs asıdır. Yəni, yazıram ki, H2-nin H1-ə olan nisbəti R1-in R2-yə olan nisbətidir. H2-nin yerinə yazırıq H plus 6, H1-in yerinə yazırıq H, R1-in yerinə yazırıq 3R, 3R, R2-nin yerinə yazırıq R, buradan tapırıq 3. Sonra çarpaz vururuq. H plus 6 bərabərdir 3H, 2H bərabərdir 6, H bərabərdir 3 mm. Onda H1 3 mm-dir, H2 də 9 mm-dir. Onda nə olur cavab? Nə soruşur bizdən? Başlanğıc qiymətini, yəni H1-i soruşur. H1-in də 3 olduğunu tapdıq. C variantıdır.
sonuncu sualımızın da cavabı. Dəyərli müəllimlər, sizi əvvəla imtahanda iştirak etdiyinizə görə həm təbrik edirəm, həm də sizə təşəkkür edirəm ki, imtahanlarımızda iştirak edirsiniz və növbəti imtahanlarda ümidvaram ki, nəticələriniz daha yaxşı olacaq. Biraz tələsirəm, biraz tez danışdım bəzən. Ona görə də məni üzrlü hesab eləyin. Bacardığım qədər sizə sualların ən qısa formada izahını verməyə çalışdım. Siz də dinlədiniz. Mən də bundan böyük zövq aldım. Təşəkkür edirəm. Bir daha gecəniz xeyir olsun. Sağ olun. Gələn görüşlərədək.